Əsl dost o dostdur ki, insanın çətin günündə, dar günündə yanında olan. Amma bəzən elə dostlar da var ki, insanın xoş gününə də təhəmmül eləyə bilmir. Yəni, içində biraz o paxıllığı olan mı deyim, həsadəti, kini, küdurəti olan, insanın elə çətin günündə, məsələn, bəzən ola bilər alladıcı olsun. Çətin gündə gəlsin yanında görsənsin, üzdə yaxşı kimi göstərə bilər, amma iç dünyasında elə sənin çətin günüə sevinənlərdən olsun. Real həyatda bu alladıcı ola bilər. Amma o çətin günün yanında olmasından daha çətin sənin uğur qazananda yanında olmasıdır. O nöqteyi nəzərdən Peyğəmbər sallavatullahın elə yanında olanlar, hamısı elə Peyğəmbər sallavatullahı istəyənlər deyil idi. O bəzən elə yanında olub, məqam tapıb, onu elə fürsət tapıb yıxmaq istəyənlər, onu məqamını alçaltmaq istəyənlər, açıq-aşkar ayət gəlir ki, Vallahu ya'simuka minən-nas. Ya Peyğəmbər, sən bundan nigaran olma. Allah səni cəmaatdan özü qoruyacaq. Yəni, hətta hədislərdə var, fəxəşiyə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm, Peyğəmbər salavatullah qorxurdu ki, min qovmihi və əhlin nifaq və şiqaq ən yətəfərraqu və yərci'u iləl cahiliyyə. Qorxurdu ki, bu nifaq ahlı, bu 120 minin içərisində baxmayaraq hamısı həccə gəlib, baxmayaraq həcdən qaydanda hamısının əlində təsbih zikr eləyə qayıdır. Amma bunların elə içində nifaq əhli də var. Yəni elə hamısı elə məsum təki deyil. Peyğəmbər sallallahu orada tərəddüd eləyir. Öz qövmündən, orada olan nifaq əhlindən və qorxur ki, bunlar təzədən qayıtsınlar nəyə? Cahiliyyə dönəminə.